Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Nərimanov rayonundan salamlayırıq sizi. Nərimanov rayonu Heydərəliyev prospekti yaxınlığında Montin adlanan ərazidə, prospektə çox yaxın məsafədə 18 mərtəbəli yeni tikilinin 5-ci mərtəbəsində tam 4 otaqlı, qanuni 4 otaqlı, 153 kvadrat ölçülü və olduqca da gözəl proyekti olan, keyfiyyətli təmir olan bir mənzil təqdim edəcəm sizə. Mənzildə təmirdən sonra yaşayış olmayıb. Kifayət qədər də bazar qiymətinə uyğun, ideal qiyməti var, dəyərindən ucuz qiyməti var, təcili satılmaqdadır mənzil, qaçırmamanızı tövsiyə edirik. Gözəl proyekt, binanın yerləşməsi ideal, mənzilin bütün otaqlarından əla panorama açılır, həm prospekt istiqamətinə, həm Nərimanov metrosu istiqamətinə, həm şəhər dəniz istiqamətinə əla panorama var mənzildə. 153 kvadrat ölçü, 18 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Xolus hissənin genişliyini görməkdəsiz. Sənədi çıxarışlı mənzilin kupça, ipotekaya yaralı müştərilər də müraciət edə bilər. Giriş qapımız, giriş qapısı ilə üzbəüz belə bir faskalı güzgülərdən ibarət əla dekorativ hissə, dresor əvəzi yığılıb. Tablo işləmələr, bura işləmələr, hər şey öz növbəsində əla dekor edilib. Xolus hissə giriş qapısından solda belə bir gömmə qardirob mebeli yığılıb. Divarlarda venesianka növləri olan qumlu və məxməri teksturalardan istifadə edilib. Divar kağızları deyil, keyfiyyətli təmiri var, bir daha qeyd edirəm. 2 sanuzeli var mənzilin, hər ikisi tam sanuzeldir. Biri məhz burada, digəri isə giriş qapısından sağ istiqamətdə yerləşir. Hamısını bir-bir təqdim edəcəm. Əlavə olaraq mətbəx hissəmiz var. Mətbəx hissənin daxilində texniki otaq, camaşırxana otağı kimi tərtib edilən bir kiçik ölçülü otaq da var. Daha sonra vurğuladım, ikinci sanuzel. Yataq otağı uşaq otağı kimi tərtib edilib. Burada geniş bir qonaq otağı var. İkinci yataq otağı, burada isə əsas yataq otağı yerləşməkdədir. Başlayaq qonaq otağından. Qonaq otağında vitraj bir pəncərə var. Heydərəliyev prospekti istiqamətinə əla baxışı var. Yəni baxışı keçirdiyiniz zaman şahid olacaqsınız. Mənzilin döşəməsi koridor, xol hissədə qranit isti döşəmə, mətbəx hissədə də həmçinin. Otaqlarda isə Belçika istehsalı 12-lik əla növ laminatdan istifadə edilib. Qonaq otağının genişliyini en və uzunluq nisbətini görürsünüz. Belə bir twistend tərtib edilib. Travertin işləmə və daraq teksturalardan orsikli işləmələrlə əla bəzədilib. Ümumi daraq konsept qonaq otağında davam edir. Bura işıqlandırmaları görürsünüz. Əla tavan tərtibatını görürsünüz. Gizli işıq, spot və lüstr işıqlanmalardan istifadə edilib. Rahatlıqla pəncərə önünə yemək masanızı bir 12 nəfərlik, hətta daha böyük ölçülü 14-16 nəfərlik də yerləşdirə bilərsiniz. İstəyə uyğun bu istiqamətdən də yerləşdirə bilərsiniz yemək masanızı. Yəni bir sözlə bu qonaq otağı istənilən üslubda və istənilən ölçüdə yumuşaq mebel və yemək masası dəstini rahatlıqla götürə biləcək en və uzunluğa malikdir. Genişliyini görürsünüz bir daha. İndi isə sanuzelləri təqdim edirəm, mətbəxi təqdim edirəm, ən son yataq otağını göstərəcəm sizə. Bir sanuzel buradır, əla teksturalı qranitləri var. Tam sanuzel tərtibatıdır. Unitaz, suşulka, asıqlanlar, mərmər üzüklü moydadır və duş kabin hissəyə qədər bütün aksesuar yerləşimi həyata keçirilib. Burada isə digər sanuzeli yerləşir. Yenə burada da tam sanuzel tərtibatı var və tam aksesuar yerləşimi həyata keçirilib. Hər ikisində fərqli teksturalı qranitlərdən istifadə edilib, bir-birindən fərqli olaraq. Moydadır, suşulka yerləşiminə qədər hər şey qoyulub. Kifayət qədər geniş və rahat sanuzellərdir. Dar ölçü yoxdur bu sanuzellərdə. İndi isə daxil olaq mətbəxə. Mətbəxdə vurğulamışdım sizə. Əlavə olaraq bir texnik otaq, camaşırxana və şkaflarla tərtib edilmiş bir otaq var. Paltarqan yerləşimi burada nəzərə alınıb. Əlavə olaraq paltar qurdan da yerləşdirə bilərsiniz. Üst hissələr isə və yan hissələr isə şkaflarla tam olaraq tərtib edilib. Əlavə əşyalarınızı yerləşdirmək üçün. Mətbəxin də 153 kvadrat ölçüyə nəzərən olduqca ideal 4 otaqlıdır bu mənzil. Mətbəxin də qonaq otağının genişliyini gördünüz. Mətbəxin də genişliyini görməkdəsiz. Tam boy bir mətbəx mebeli yığılıb. Üzəri və sinəliyi süni mərmərlə işlənib və bütün texnikaların yerləşimi qabıyana qədər texnika yerləşimi nəzərə alınıb. Penal hissədə mikrovamovka sobanın yeri nəzərə alınıb və böyük ölçülü soyuducuya yeri saxlanılıb. Bütün otaqlarda əşya planlaması həyata keçirilib
və mətbəxin bu divarı isə braşıqlandırmalar və lepka teksturalarla məxməri boya ilə əla işlənib və əlada tərtib edilib. İstəyə uyğun yemək masanızı, mətbəx masanızı 4-6 nəfərlik pəncərə önündən və yaxud bu divardan rahatlıqla yerləşdirə bilərsiniz. İndi isə son olaraq yataq otaqlarını təqdim edəcəm sizə. Mənzildə 2 balkon var. Balkonlardan birinə məhz bu otaqdan daxil ola bilirsiniz. Bu yataq otağını uşaq otağı kimi tərtib edə bilərsiniz. Yenə burada da TV yerləşiminə qədər, tumba üzəri rozetka yerləşiminə qədər, hətta yazı masası, qardirob mebeli, hər şeyin yerləşimi nəzərə alınıb və ideal ölçüsü var. Bir balkon geniş ölçülü balkondur, texniki balkonda həm də qaz sayğacı kombi sistemi burada yerləşdirilib. Digər balkonda yataq otağındadır, oranı da təqdim edəcəm. Və burada ikinci yataq otağı. Burada da yenə tam olaraq əşya planlaması, make-up yerləşimi, böyük ölçülü yataq yerləşimi, TV, yazı masası və yaxud iş masası və yaxud make-up kimi bu tərəfi də istifadə edə bilərsiniz. Burada isə üçüncü yataq otağı yerləşir və bir balkona da buradan daxil olmaq olur. Burada geniş balkondur, qarşısı açıq və panoraması olan bir balkondur. Yenə burada da tam əşya planlaması həyata keçirilib. Bu yataq otağı digərlərinə nəzərən daha geniş ölçülüdür. Belə, mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Nərimanov rayonu, Heydər Əliyev prospekti yaxınlığında, Saatlı binanın yaxınlığında belə izah eləyib. Montin adlanan hissədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Akordun yaşayış kompleksi var. Akord binaları deyilir bura. 18 mərtəbəli yeni tikilinin 5-ci mərtəbəsi, 153 kvadrat ölçü, tam qanuni 4 otaq və sənədi çıxarışdır. Bu mənzilin start olaraq təyin edilən qiymət 428.000 manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlaş.